Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Ey insanlar, ey Müslümanlar, ey müminler. Bəziləriniz düşünürsünüz ki, biz sizi haqq dinə dəvət etdikdə filan kəsə uyun, filan kəsə tabe olun, filan kəsin yolundan başqa heç kəsin yolu ilə getməyin deyə xitab edirik. Xeyr. Biz sizləri Allah Subhanahu Taala'nın yoluna dəvət etdik. İslam'a, la ilahe illallah kəlməsinə dəvət edirik. La ilahe illallah, Allah'tan başqa ilah yoxdur. Allah'tan başqa məbud yoxdur. Allah'tan başqa ibadət ediləsi bir məbud yoxdur. Çünki həqiqətən də hər şey məhvə məhkumdur. Bircə Allah Subhanahu Taala'dan başqa hər şey məhvə məhkumdur. Çünki hər bir şey yaradılmışdır. Və yaradılmış bir şey də məhvə məhkumdur. Çünki onun bir əvvəli var, yəni yaradıldığı gün və yaradıldığı günü olduğu üçün onun bir sonu da var. Amma Allah Subhanahu Taala'nın nə əvvəli var, nə axırı var. Yəni əzəli və əbədidir. Əzəli və əbədidir. Əvvəl və axirdir. Ucalardan ucadır, əzəmət, güc, qüvvət sahibidir və hökm sahibidir. Allah Subhanahu Taala'dan başqa hər bir şey məhvə məhkumdur. Məhvə məhkum olunan hər bir şey, ibadət edilməyə layiq deyildir. İbadət edilməyə layiq deyildir. Həqiqətən də. İstər büt olsun, istər hər hansı bir şəxsiyyət olsun, istər bir misal üçün belə bir sultan olsun, rəhbər olsun, prezident olsun, kim olur olsun. Heç kəs onların heç biri ibadət edilməyə layiq deyildir. Bir qəbirdən gedib, misal üçün, mənim üçün, əstəğfurullah, haşa, mənim üçün dua elə, cansız birindən və yaxud qiyamətdə mənim şəfaətçim ol deyə xitab eləmək artıq şirkdir. Və həmin kəsi, bütü və ya bir başqa bir nəsnəni məbud qəbul etməkdir. Allah Subhanahu Taala bizləri bu cür olmaqdan hifz etsin. Allah Subhanahu Taala bizləri sadəcə və sadəcə özünə yönələn kəslərdən etsin. Necə ki, bu misalı biz Quran-ı Kərimdə İbrahim Əleyhisselama aid qissələrdə görürük və buna iman edirik. İbrahim Əleyhisselam sırf Allah Subhanahu Taala'ya itaət etmiş və bütün peyğəmbərlər, sadəcə biz burada Quran-ı Kərimdə yəni o hissəni nəzərinizə çatdırırıq. Sırf ona itaət etmişdir və sırf ona yönəlmişdir, sırf ona təvəkkül etmişdir və sırf ondan istəmişdir. Həqiqətən də Quran-ı Kərimdə İbrahim Əleyhisselam barəsində olan ayələrdə böyük hikmətlər var. Misal, belə bir misal çəkim inşallah. Tutalım, biri sizə desə ki, mən səni əlinin yoluna dəvət edirəm. Ona amin deyirik.
Biri desə ki, mən səni Ömərin yoluna dəvət edirəm. Ona da amin deyirik. Biri desə ki, mən səni Əbubəkrin yoluna dəvət edirəm. Ona da amin deyirik. Biri desə ki, səni Osmanın yoluna dəvət edirəm. Ona da amin deyirik. Və digər sahabələr. Qardaş, məsələnin kökü var. Bütün əshabın, bütün sahabələrin, Resulullah sallallahu aleyhi və səlləmin, bütün peyğəmbərlərin və o peyğəmbərlərə yardımcı olanların, yəni misal üçün Həzrət İsa'nın əleyhissalamın həvariləri olsun. Yəni bunlar hamısının yolu birdir. Yolu la ilahe illallahdır. Allahdan başqa ilah yoxdur. Tövhid yoludur. Tövhid yoludur. Qısa konkret. Allahdan başqa ilah yoxdur. Bütün peyğəmbərlər Allah Subhanahu taala yoluna çağırmaq üçün göndərilir. Allah Subhanahu taala yəni onun üçün göndərir. Ona görə onlara rəsul, yəni elçi deyilir. Bu yazıda da Ömər ibn Əl-Xəttabın şəklini, yəni belə deyək, şəklini desək, yəni bu hissənin adını yəni qoymağımızın məqsədi odur ki, yəni sırf baxın, biz əgər deyirsə, misal üçün bəziləri məsəl deyir ki, siz məsəl üçün Əlidən danışmırsınız, nə bilim Hüseyndən danışmırsınız, Həsəndən danışmırsınız, Əhl-i Beytdən danışmırsınız. Estağfurullah, ətübüleyh. Mən hətta bunun üçün istiğfar edirəm. Çünki onların hamısı haqq yoldadır. Və Allah Subhanahu taala Quran-ı Kərimdə bir neçə ayələrdə sırf əshab-ı kirama, Əhl-i Beytə işarə edir. Vallahi mən və qardaşlar, inşallah ki biz bu cür olmaqdan Allah'a sığınırıq. Həqiqətən Allah Subhanahu taala Resulullah sallallahu aleyhi ve sellemin əshabından, onun Əhl-i Beytindən razıdır. Onlardan razıdır. Allah onlardan razıdır. Onlar da Allah'tan razıdırlar. Quran-ı Kərimdə ayə var. Yəni bunu misal üçün ola bilər bir dəfə bir misal çəkərsən, Həzrət Əbubəkirdən çəkərsən. Çünki onun da haqqını tapdalanmamış olursan. Çünki həmin hadisə, həmin rəvayət orada baş verib. O əsnada baş verib. Onun haqqına girmək olmazaq, o da var. Bir məsələsə Həzrət Əlinin məsəl barəsində tutalım ki, o deyib o sözü, məsələn, ondan gələn hədislər var. Yəni hamısı bizim üçün əzizdir. Birində əgər biri misal üçün deyirsən, yox, məsələn, mən o sahabəni bəyənmirəm. Bax, belə məsələn, yox, mən o sahabəyə inanmıram, ona güvənmirəm. Adam ağzında sahabə deyir. Bütün alimlər ondan hədis gətirir. Deyir ki, yox, mən buna, nə bilim, bəyənmirəm də, ola bilər ki, o, nə bilim, sonra yolunu azmış olan biri olar. Yəni, bu cür düşüncə tərzləri qəbul olunmazdır. Çünki burada Allahın ayəsi var və sən onlardan birini qəbul etməsən hətta. Misal üçün, əstağfurullah, tutalım ki, əlini qəbul edirsən, Öməri qəbul etmirsən, Öməri qəbul edib əlini qəbul etmirsən və yaxud başqa bir qəbul etmirsənsə, sən Allahın ayəsinə qarşı çıxırsan. Allahın ayəsinə qarşı çıxmaq bir yana, Allah Subhanahu taala'nın kitabının bir nöqtəsinə belə qarşı çıxsan, hardasında bir sükun, bir dayanma nöqtəsi varsa, ona belə qarşı çıxsan, artıq Quran-ı Kərim, yəni bir nöqtəsinə belə iman etməyənin İslamda yeri yoxdur. Ya iman edəcəksən tamamilə, ya da etməyəcəksən. Çünki imanla küfür bir-birindən ayrılmışdır. Yəni sən küfrü imanı küfrə qarışdırıb, yəni mən iman eləmişəm deyə bilməzsən. Ya iman edəcəksən, ya etməyəcəksən. Bir səd var. Necə ki, Rəhmən surəsində deyilir, biz o iki dənizi qarışdırmırıq, yəni bir-birinə qarışdırmırıq.
O cür iman da küfrə qarışa bilməz. Küfr də imana qarışa bilməz. Yəni burada həqiqi imandan və küfrdən söhbət gedir. Adam var, məsələn, iman eləyir, namaz qılır, gedir pirə, misal üçün harasa, başlayır qəbrə namaz qılmaq. Qəbrə namaz qılanlar var. Halbuki Kəbə onun arxasındadır. Yəni o qəbrin arxa tərəfdə, Kəbə tərəfdədir. Yaxşı, sən indi bununla namaz qılırsan, sonra adama sual verirsən ki, niyə namaz qılırsan belə? Deyir, mən məhz dua eləyirəm. Dur, Allahın sevimli qulu olub, mən ona dua eləyirəm. Ondan dua istəyirəm. O boyda, yəni, hər şeyi yaradan Rəbbi qala-qala, adam dünyasını dəyişən birindən, ola bilər ki, o mömin qullardan olub, ola bilər o müsəlmanlardan olub, ola bilər o həqiqətən də çox Allahın vəli qullarına biri olub. Bunu biz dana bilmək, ola bilər. Amma ondan nəsə istəmək, bu şirkdir. Bu şirkdir. O kəsin namaz qılsa belə, o adam müşrikdir. Şirk edir. Yəni bunun inşallah ki, bunu tövbə eləmək lazımdır. Tövbə etmək lazımdır. Və Allah Subhanahu taala tövbələri qəbul edəndir. Mərhəmətlərin ən mərhəmətlisi, rəhmlərin ən rəhimlisidir. Bu zaman çox çətin bir zamandır. Həqiqətən fitnələrin çoxaldığı bir zamandır. Allah Subhanahu taala bizləri fitnələrdən qorusun. Həqiqətən çox çətin bir zamanədəyik və Rasulullah sallallahu aleyhi ve sellem dediyi kimi bir hədisində buyurulur. Sallallahu aleyhi ve sellem buyurur ki, gün gələcək, müsəlman imanını əlində köz kimi tutacaq, yəni. Yəni közü tutmaq olarmı? Tutmaq olmaz. En fakt bilirik ki, yandırır da. Yəni bax, iman bir növ elə bir gedib gələcək. Bax, belə bir zamanı deyil. Çox çətindir, çox. Addım başı zina, addım başı günah, addım başı addımı belə ata bilmirsən. Addım başı deyir, addımı belə ata bilmirsən. Ki 5 addım atsan, hansısa qadın mənə dəyib gedəcək. Yəni qabağa baxsan, başqa şey görürsən. Qabağa baxırsan, bir də görürsən, bir dənə haram buradan, göz zinası. Yəni görün, təsəvvür edin, necə bir zamanədəysə biz hətta elə bir vəziyyətə gəlirik ki, gərək evdən çölə çıxmayasın ki, günaha batar. Həqiqətən qardaşlar var, orucluq ayında çoxsu belə deyək, yəni məzuniyyətli zad o vaxtda alırlar ki, deyir, heç olmasa deyir, o ayda, Ramazan aydı, yəni o ayda mən çölə çox da məcburiyyət olduqda mən çölə çıxım ki, birdən harama bataram. Təsəvvür edin. Gör necə bir zamanədəyik. Allah Subhanahu taala sizlərdən də razı olsun, bizlərdən də razı olsun. Allah Subhanahu taala bizləri həqiqətən öz yolunda olanlardan etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.